Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Əziz müsəlmanlar, bizə bir sual ünvanlanıb, qərara gəldim ki, suala ətraflı cavab verim. Hamınız üçün faydalı olsun. Sualda deyilir ki, hər il Aşura günü İmam Hüseyin radiyallahu anh üçün yas mərasimi keçirmək və bu mərasimdə zəncir vurmaq, saç yolmaq, üzə şillə vurmaq, baş yarmaq, yaxa cırmaq və s. əməllər etmək nə dərəcədə doğrudur? Əvvəla qeyd edim ki, İmam Hüseyin radiyallahu anh sıradan birisi deyil. Bizim ən çox sevdiyimiz, ən əziz insanlardan biridir. Başımızın tacıdır. Onu yada salan mümin, onu əgər sevirsə, gözündən yaş gəlməyə bilməz. Təsəvvür edin, amansızcasına qətlə yetirirlər, başını kəsirlər. Bunu yada salanda insan necə ağlamaya bilməz? İnsanın əziz övladı, bacısı, qardaşı, həyat yoldaşı, anası, atası qəzada vəfat edir məsələn. Kiminsə gülləsinə tuş gəlir, bıçaqlayıb öldürürlər və s. Hər dəfə onları yada salanda ağlamır. Baxı, İmam Hüseyin radiyallahu anh bizə daha əziz insanlardan biridir. Ən çox sevdiyimiz insanlardan biridir. Onu yada salıb necə ağlamayaq? Və onu yada salıb ağlamaq müstəhəb əməllərdəndir. Möminə savab qazandıran əməllərdəndir. Diqqət edin, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm anasını yada salıb, onun qəbrini ziyarət edib ağlayardı. Həmçinin sevimli həyat yoldaşı Xədicə radiyallahu anh'ı yada salıb ağlayardı. Ömrünün sonuna dək. Körpə oğlu İbrahimi bu vəfat eləyəndə qaldırır, qucağına alır, bağrına basır və başlayır ağlamağa. Bəqi qəbirstanlığını tez-tez ziyarət edərdi və o qəbirstanlıqda dəfn olunmuş səhabələrinə yada salıb ağlayardı. Uhud şəhidləri 70 səhabəsini bir gündə itirir. Uhud şəhidlərini Peyğəmbər sallallahu aleyhi və sələm tez-tez ziyarət edər. Onların qəbirlərini ziyarət edib ağlayardı. Yəni demək istəyirəm, ağlamaq sünnədir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsi, onun yoludur, onun etdiyi əməldir. İndi gələk əsas məsələyə. Ağlamaq bu mərasimdə ibadət məqsədi ilədir, yoxsa adət məqsədi ilə? Nə üçün ağlayırlar? Əgər adət məqsədi ilədirsə, adətlə bizim işimiz yoxdur. Necə ki, hər il 20 yanvarda şəhidlər xiyabanını bizim xalqımız ziyarət edir, gül qoyur, onları yada salır, ağlayan ağlayır. Adətlə işimiz yoxdur. Əsas ibadətə yönələrik. Deyirəm, ibadət, sual verirəm, ibadət hansı mənbədən götürülür? Yəni bir əməli savab qazanmaq məqsədi ilə Allah rizası üçün, Allaha razı salmaq üçün etmək istəyirsən. Bunu hansı mənbədən götürməlisən? Nəyə əsasən etməlisən? Cavab, Quran və hədislərə əsasən. Çünki İslam dinini, ibadəti bizə öyrədən Allah və onun Rasuludur sallallahu aleyhi və səlləm. Quran-ı Kərimdə elə bir ayə varmı orada deyilsin ki, əzizinizin yas mərasimini ildə bir dəfə keçirin. Həmin o vəfat etdiyi günü hər il yas mərasimi olaraq yığışıb, toplaşıb bir yerə o günü keçirin. Varmı elə bir ayə? Quran-ı Kərimdə yoxdur. Hədislərdə varmı?
hədislərdə biz baxırıq, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ölülərinizi yad edin, qəbirləri ziyarət edin, qəlbiniz yumşalsın, gözlərinizə yaş gəlsin, ağlayasınız, əzizlərinizi yada salasınız, imanınız artsın, savabınız artsın. Lakin həmin hədislərdə Peyğəmbər sallallahu aleyhi ve sellem deyibmi ki, filan tarixdə, yəni onun vəfat etdiyi tarixdə, hər il həmin tarixdə onları yad edib, qəbirlərini ziyarət edib, yas saxlayıb, mərasim keçirəsiniz. Varmı elə bir hədis? Yəni, mənə rast gəlməyib. İndi həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əhli beyti, onun sahabələri bunu ediblərmi? Mənə rast gəlməyib. Heç bir hədisdə, tarixi rəvayətdə mənə rast gəlməyib. İndi keçək ikinci məsələyə. Yada salırıq əzizlərimizi. Qəbirlərini ziyarət edirik. Yada salırıq, ağlayırıq. Qəlbimiz ağrıyır. Onları yada salanda zəncir vurmaq, baş yarmaq, saç yolmaq, üzə şillə vurmaq, yaxa cırmaq və s. əməllər. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bunu edibmi? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm anasının qəbrini ziyarət edib ağladıqda, Xədicə radiyallahu anh'ı yada salıb ağladıqda, oğlu İbrahimi qucağına alıb ağladıqda, Bəqi qəbirstanlığındakı Uhud şəhidlərini yada salıb ağladıqda zəncir vurubmu? Yaxa cırıbmı? Üzünə şillə vurubmu? Başını yarıbmı? Saçını yolubmu? Mənə rast gəlməyib belə bir rəvayət. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu etməyib. Sadəcə olaraq asta səslə ağlamaqla kifayətlənib. Həmçinin hamınıza məlumdur, Əli ibn Əbi Talib radiyallahu anh'unun doğma qardaşı Cəfər ibn Əbi Talib radiyallahu anh'u Mu'tə döyüşündə şəhid olur. Amansızcasına qətlə yetirilir. Qolları kəsilir. Ha belə Peyğəmbər sallallahu aleyhi və sələmin ciyər parəsi Əli ibn Əbi Talib radiyallahu anh'unun əziz, ən çox sevdiyi həyat yoldaşı, özü də gənc ikən 22-23 yaşlarında dünyasını dəyişir. Əli ibn Əbi Talib radiyallahu anhu doğma qardaşını, sevdiyi həyat yoldaşını yada salıb ağladıqda zəncir vurubmu? Başını yarıbmı? Saçını yolubmu? Üzünə şillə vurubmu? Yaxasını cırıbmı? Yoxsa asta səslə ağlamaqla kifayətlənib? Əlbəttə ki, asta səslə ağlamaqla kifayətlənib. Həmçinin hamınıza məlumdur, Əli ibn Əbi Talib radiyallahu anhu şəhid olub. Onu da amansızcasına Xavaric Abdurrahman ibn Mulcəm qətlə yetirib. Əli ibn Əbi Talib radiyallahu anhun vəfatından sonra hər dəfə onu yada salıb ağlayan İmam Hüseyin, İmam Həsən, qızları Ümmü Külsüm Zeynəb və digər əhl-i beyt radiyallahu anhum onları yada salıb ağlayanda başlarını yarıbmı, zəncirlə özlərini döyübmü, saçlarını yolubmu, yaxasını zırıbmı, üzünə şillə vurubmu? Mənə belə bir rəvayət rast gəlməyib. Əksinə, sadəcə ağlamaqla kifayətləniblər. Bax, budur Peyğəmbər sallallahu aleyhi və sələmin əhl-i beytinin yolu. Həmçinin xüsusilə vurğulayıram, İmam Hüseyin radiyallahu anhümə amansızcasına qətlə yetirilib. Kərbalada Aşura günü. Amansızcasına qətlə yetirilib. Başını kəsiblər, təsəvvür edin, zalimlar. Allah onların cəzasını versin. Layiqli cəzasını versin. İmam Hüseyni radiyallahu anhümanı yada salan kiçik oğlu Əli Zeynəl Abidin, nəvəsi Muhammed el-Baqir, nəticəsi Cəfər Sadiq və s. əhl-i beyt, Muhammed el-Hənəfiyyə, Zeyd ibn Ali və digərləri, yadımda qalanları deyirəm. Bunlar
İmam Hüseyin radiyallahu anh yada salıb ağlayanda zəncir vurublarmı? Başlarını yarıblarmı? Saçlarını yolublarmı? Üzlərini şilləliyiblərmi? Yaxalarını cırıblarmı? Mənə elə bir rəvayət rast gəlməyib. Onlar sadəcə olaraq asta səslə, ağlamaqla kifayətləniblər. Ağlamaq sünnədir. Bayaq dedim, Peyğəmbər sallallahu aleyhi ve sellem ağlayıb, sahabələri ağlayıb. Ağlamaq insana savab qazandıran əməllərdəndir. İndi əsas məsələyə toxunmaq istəyirəm. İncə bir məsələdir və düşünürəm ki, bu məsələ çoxlarını düşündürəcək. Aşura günü İmam Hüseyin radiyallahu anh'a insanlar ağladığı gün, bu yas mərasimində minlərlə insan ki ağlayır, onların hamısına yox, aralarından həmin gün, həmin mərasimdə Əbu Bakra, Ömərə, Osmana və Ayşəyə lənət oxuyanlaradır müraciətim. Sual verirəm. İmam Hüseyin radiyallahu anh'ı məyər Əbu Bakr Sıddiq, yoxsa Ömər ibn Xattab, yoxsa Osman ibn Affan, yoxsa Ayşə radiyallahu anhum, bunlardan hansı biri qətlə yetirib ki, siz həmin mərasimdə bu böyük sahabələri lənətləyirsiniz? Cavab, heç biri. Onlardan sonra baş verib bu hadisələr. Nə aidiyyəti var? Mərasimdə bu böyük sahabələrə lənət oxumağın nə aidiyyəti var? Niyə axı özünüzü günahla yükləyirsiniz? Axı onlara lənət eləməyin heç bir faydası yoxdur. Sizin lənətiniz onları Allah yanında hörmətdən salmır. Allah yanında onlar onsuz da hörmətlidirlər. Allah onları ucaldıb, 15 əsrdə insanlar dünyanın hər yerində onları yada salanda radiyallahu anh deyirlər. Və heç kəs də bu məhəbbəti onların qəlbindən çıxarda bilmir. Niyə özünüzü yükləyirsiniz? Mənim sizə nəsiyyətim budur ki, o böyük sahabələri ya xoş xatirələrlə yad edin, yox, istəmirsinizsə heç olmasa susun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Allaha və axirət gününə iman gətirmişsinizsə, ya xeyir danışın, ya da susun. İndi diqqət edin, bir məsələyə toxunacam, sizə hər şey aydın olacaq. Misal çəkirəm. Bu çəkəcəyim misal bir fərziyyədir. Belə bir şey dünyanın heç bir yerində heç vaxt olmayıb və heç olmayacaq da. Bunu kimsə hardasa edibsə də Allah onlara lənət eləsin. Mən inanmıram kimsə belə bir şey eləsin. Fərz edək ki, dünyanın hər hansı bir ölkəsində əhl-i sünnədən minlərlə insan bir yerə toplaşıb, Ömər ibn Xattab radiyallahu anh'ın şəhid edildiyi günü yas mərasimi keçirir. Hər il yas mərasimi keçirir və bu yas mərasimində kimlərsə uca səslə qışqırır, deyir ki, Əli ibn Əbi Talibə, Həsən və Hüseynə, Fatimə-i Zəhraya Allah lənət eləsin. Bu sizə necə təsir edər? Sizi bilmirəm. Şəxsən kimsə mənim yanımda nəinki lənət, güldən ağır bir söz desə Əhl-i Beyt barədə, xüsusilə də bu 4 ən sevimli Əhl-i Beyt barədə kimsə mənim yanımda güldən ağır söz desə, onun cavabını verərəm və hətta lazım gəlsə döyərəm, vuraram, xəsarət yetirərəm. Lazım gəlsə. Mənim əzizimi, elə bir kimsə gəlib mənim yanımda anamı, atamı söysün, həyat yoldaşımı təhqirləsin, söysün. Mən neyin yerəm ona? Onlar da mənim əzizlərimdir. Diqqət edin, indi siz təsəvvür edin. Siz həmin sahabələri lənətləməklə, özdə uca səslə, efirdə və bunu
televiziya, Instagram, TikTok, YouTube, hər yerdə bunu göstərirsiniz ki, bəli, biz lənət oxuyuruq onlara. Bunu etməklə, siz təsəvvür edin, yer üzündə olan Əbu Bakr Sıddıqı, Ömər ibn Xattabı, Osman ibn Affanı, Ayşə radiyallahu anhuma sevən 100 milyonlarla insanın qəlbində özünüzə qarşı nifrət oyadırsınız. Mənim sizə nəsiyyətim, 100 milyonlarla insanın qəlbində nifrət oyadıb, müsəlmanlar arasına iki tirəlik salmaqdansa, vəhdəti pozmaqdansa, əksinə susmağınız və müsəlmanların birliyi üçün dua etməyiniz daha məsləhətdir. Yox, əgər həmin mərasimdə və ümumiyyətlə istənilən vaxt lənət oxumaq istəyirsinizsə, bu da icazəlidir. Amma xüsusi bir ad çəkmədən ümumi şəkildə deyirsiniz ki, Allahın lənəti olsun zalimlara. Necə ki, Quran-ı Kərimdə Allah Teala bunu bizə öyrədir. Ələ lə'nətullahi alə zalimin. Quran ayəsidir bu. Allahın lənəti olsun zalimlara. Bəli, mən də sizinlə bərabər dua edib deyirəm, Allahın lənəti olsun zalimlara. Allahın lənəti olsun Öməri, Osmanı, Əlini, Hüseyni və digərlərini amansızcasına qətlə yetirənlərə. Bu böyük sahabələr, Allah onların hamısından razı olsun. Bu böyük sahabələri amansızcasına qətlə yetirənlərə Allahın lənəti olsun. Və salam, bu zalıma lənət oxuya bilərsiniz, amma ad çəkməyin. Ad çəkməyin, bu sizə fayda verməyəcək. Sonda, əziz müsəlmanlar, hamımız üçün, hamımızın adından daha doğrusu, Allaha dua edib deyirəm. Allahümmə əizzəl İsləmə vəl-Müslimin və əzillə şirkə vəl-müşrikin vəl-kufrə vəl-kəfirin vəl-zulmə vəl-zalimin وَاجْعَلِ اللّٰهُمَّ هَذَا الْبَلَدَ آمِنًا مُطْمَئِنًّا وَسَائِرَ بِلَادَ الْمُسْلِمِينَ يَا رَبَّ الْعَالَمِينَ. Allahım şirki, Allahım müsəlmanları və İslamı izzətləndir. Şirki və şirk əhlini, küfrü və küfr əhlini, zülmü və zalimları rəzil et. Allahım yaşadığımız məmləkəti və digər müsəlman ölkələrini əminəmanlıq yurdu et. Ey aləmlərin Rəbbi. Subhanək Allahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.